Hə, dostlar. Muradın taleyi o qədər dəhşətlidir ki, hər kəsə təşəkkür edirəm. Yazdıqlarınıza görə, məlumatlarınıza görə bu işdə mənə yardım etmək istəyən hər kəsə minnətdaram. Və nə olursa olsun, həqiqət, ədalət, doğruluq qalib gəlməlidir. Və 33 il əvvəl baş verən bu hadisə və bu hadisədə günahkar şəxs cəzasını almalıdır. Şəxsən mən Xoşqədəm Baxşəliyeva əlimdən gələn edəcəyəm ki, bu işin arxasında əli olan, o körpə uşağın həyatını məhv edən, o ananı gözü yaşlı bala həsrəti ilə bu dünyadan köçməsinə səbəb olan, illərin yarancılığına səbəb olan insan cəzasını alsın. Mən bunu mənim çox sevdiyim tamaşaçılarımın qarşısında söz verirəm. Bu ailə də imtina edə bilər o cəzadan. Amma mən imtina etməyəcəyim. Bir vətəndaş olaraq, bir jurnalist olaraq, Murad kimi neçə uşağın həyatını qaraldan insanlar cəzasını almalıdır. Başqa uşaqları qorumaq üçün, başqa balaları qorumaq üçün. Yelena xanımın şəkli ekrana gəlsin. Yelena xanım 13-cü ay 2025-ci ildə 20 yanvar dairəsində avtomobil qəzası baş veribdi. Bu xanımın yaxınlarını axtarırıq biz. Günlərdir. Xahiş edirəm bizi izləyənlərdən şəkili çəkin, hər kəs paylaşsın. Öz WhatsApp profillərində, sosial şəbəkələrdəki hesablarınızdan paylaşın. Bəlkə də tanıyan oldu. Əhmədli metrosu yaxınlığında keçmiş Montin qəsəbəsində qohum əqrabaları yaşayıbdı. Həyat yoldaşı rəssam olubdu. Qardaşı maşın ustası olduğu deyilir. Bir oğlu var deyirlər, Zəngilanda çalışır. Məlumatlar bu qədərdir dostlar. Amma bu xanımın yaxınları, bu xanımı tanıyanlar məni izləyirsə, həm sosial şəbəkələrdən, həm qaynar xətlərimiz görürsünüz, ekranda yazılıbdır və mən birini də təkrar edirəm, hansı ki birbaşa studiyada cavab veririk hal-hazırda. 050-501-01-47 əlaqə nömrəmizdir. Yazın, anonimlik də qorunur. Amma burada nə anonimliyə ehtiyac var ki? Bir qadının, yazıq bir qadının yaxınları axtardı. Lütfən yardım edək, kömək edək. Sən axtarramın 15 ildə gözəlliyi olubdur ki, indi bizim bilirsiniz ki, 15 illiyimizdir bu ay. Ay Allah, o kadrlara baxanda mən görürəm ki, biz birlikdə nə qədər gözəl yol getmişik. Düzdür, 2015-ci ilə qədər. Ən gözəl sən axtarram vaxtım. Ən gözəl. Bu barədə mən hələ ki danışmıram, amma çox gözəl fikirlər hazırlayıram sizin üçün. Onların hamısını izləyəcəksiniz. Mobil? Bəli, iştirim. Balaca Murad. Bu vaxtda nə effekt var idi, nə şəkli dəyişdirirdilər, nə yığılırdı. Mən baxıram şəkilə, nə qədər işıqlı, nə qədər gözəl. Şirin bir uşaq. Yazıq Rəhilə. Neçə yaşı var idi burada? 4 yaş olurdu. Mən şəxsən bir ana olaraq
Rəhiləni o qədər gözəl anlayıram ki. İndi bəlkə də o torpağın altında onun yanında. Təsəvvür elə ki, sənin 4 yaşlı bir uşağın gözünün qabağından yoxa çıxsın. Bu nə qədər böyük faciədir. Bu valideyn üçün ölüm deməkdir. Həyatının bitməsi deməkdir. Bir çoxları elə bilər ki, o unudulur. Amma unudulmur dostlar. Heç vaxt unudulmur. Çünki canının bir parçası gedibdi. Necə unudasın? İlk göz ağrın gedib. Necə unudasın? Mən belə Muradın hekayəsini varaqladıqca ürəyim titrəyir, gözlərim dolur. Mən Çimkənddə Səxavətlə görüşəndə ilk dəfə deyirəm bunu. Yenə deyirəm, burada danışılan heç bir şey, yəni pəhlivan deyib, bu ailə deyib, mən deməmişim. Amma sizə bir sirr açacağım. Mən o qapıda gəzdikcə, o aşağı enəndə mənə elə gəlirdi ki, o şəkildə gördüyünüz körpə uşaq hər tərəfdə məni istəyir. Yəni Rəhilənin xərçəng xəstəliyinə tutulmasının birinci səbəbi illərdir yaşadığı həsrət, keçirdiyi stres, axıtdığı göz yaşlarıydı. Qadın bala dərdindən xəstəliyə tutuldu. Murad deyib dünyadan köçdü. Onun fotosu onun sinəsinə qoyuldu. Ondan sonra gözlərini yumdu. Ekran qarşısında Rəhilə kimi bir ana əyləşir. Mənim bildiyim bir ana əyləşir. Amma bilmədiyim nə qədər analar əyləşir. İndi Aygül əlləri göydə yalvarır ki, ay Allah, kaş Rasim məsəl Rasimi şəklində alıb tucurağa hər gecə ağlayır. Nə dönə Muradın həyat hekayəsini izləyir, ağlayır. Deyir ki, ya Rəbb, elə deyildiyi kimi olsun. Rasim o sudan neydi tapılmaz. Murad kimi illər sonra xəbəri çıxsın. Mənə elə gəlir ki, mənim biraz əvvəl efir başlayanda dediyim fikirləri indi anladınız. Nə Rəhilənin bu dünyadan vaxtsız köçməsi, nə Aygülün hər gün balasının şəklini qucağına alıb, indi daha çox ümitlənib Aygül. İndi Aygül əgər əvvəl onun beynində bəlkə ölüb, bəlkə maşın vurub, bəlkə suya düşüb dediyi anlar olmuş da.
Murad'ın hadisəsindən sonra Aygül artıq heç onları düşünmür. Bax, bunlara görə deyirəm ki, Murad'ın əgər DNA təsdiqlənərsə ki, bu Murad'dır, bu işin istər ayağında, istər başında, istər ortasında, istərsə də 100 kilometr qırağında kim varsa cəzası verilməlidir. Verilməlidir. Çünki Murad'ın yoxa çıxmasında əli olanın cəzası verilərsə, Rasim'i gizlədənmi, oğurlayanmı, satanmı, neynəyənmi? O biləcək ki, heç bir cinayət hadisəsi gizli qalmır. Gec və ya tez o açılır. Əgər DNA testi dediyim kimi təsdiqlənərsə ki, Murad, o Muraddır, onda Rasim məsələsində barmağı olan şəxs bilməlidir ki, əgər bir hadisə 33 ildən sonra açıldısa, deməli, gec və ya tez Rasim məsələsi də açılacaq. Mən təklif edirəm, etiraf edirəm. Mən təklif edirəm. Neçə ki gec deyil, Rasimlə bağlı etirafınızı edin. Onsuz da heç bir cinayət hadisəsi gizli qalmır. Sadəcə tez və gec məsələsi var. Murad da olduğu üçün. Murad harda doğulmuşdu? Hansı xəstəxanada? Bəli. Murad harda doğulmuşdu? Hansı xəstəxanada? Peşmanım. Murad harda dünyaya gəlmişdi? Murat adam Çəmən kəndində. Ağdamın Çəmənli kəndində xəstəxana mı var? Bəli, xəstəxanada olmuş. Zəngşalda. Bəli. Boy, ata bilmir onu harda. Çəməndə oldu. Çəməndə olmuş, Zəngşalda, Marızda. Bəli, orada var. Marızda. Bəli, var. Mahruzluda. Qədim xəbər vermək istəyirəm. Hidayət. Pəhlivan hardadır? Evladına doğum haqqında şəhadətnamənin hardan aldığıyla nə vaxt alındığını bilmək istəyirsən? 20 aprel 1995-ci ildə İmişlidə uşaq xəstəxanasından Murada doğum haqqında şəhadətnamə o kağız əsasında İmişlidən alınan uşaq xəstəxanasından alınan kağız əsasında doğum haqqında şəhadətnamə alınır. 1995-ci ildə. Bilirdi. Bizə müraciət eləyəndən sonra Hidayət ki, biz bunun araşdırmasına başladıq. Heç onlar da bilir. Bilirsiniz? Mən Teymura dedim ki, əgər bu uşaq İmişlinin propiskasındadır və bu uşağı voyenkomat niyə çağırmıyor vəzgərliyə? Dedi ki, gəldik, anamla gəldik, Sona xanımla. Yox, sən bilirdinmi ki, doğum haqqında şəhadət? Yox, o qırmızı o sənəd Bəli, yox. mən sənə onu demək istəyirəm. Deməli, sən bilmirdin ki, O heç mən də bilmirdin, bilmirdiniz. İndi bizə müraciət eləmisinizsə, mən dedim axı, başlayan defir dedim. Bu məsələ mənim yaralı məsələmdir. Bu məsələ Rasim məsələsidir. Bu məsələ mənim üçün şərəf və namus məsələsidir. Şərəf və namus məsələmdir. Ona görə istəyir burada kim olur, kim olmur, istəyir Barat olsun, istəyir Baratın anası olsun, istəyir Mobilin anası olsun, Mobil olsun, mənim üçün fərq etməz. Bir uşağın həyatını qaraldan kimdirsə, onun həyatı qaralmalıdır.
Elə fikir var. Vəssalam. Deməli, uşağın doğum haqqında şəhadətnaməsi 20 aprel 1995-ci ildə İmişli rayon uşaq xəstəxanasından alınan kağız əsasında 2000-ci ildə də təkrar o kağızın əsasında alınır. Bilirsiniz? Gələk indi Zoya'ya. Zoya sənin qardaşının Azərbaycana gətirdiyi Tatar qadının adıdır. Bilirdin? Burada adı soruşuram, deyirsən bilmirsən. Gərək mən yetim gedim oradan buradan öyrənim gəlim deyim. Deyirəm ki, bu qadının adı nədir, mənə denə. Deyirsən bilmirəm, yadımdan çıxır. Valla ben başlıyorum. Kadın adı Zoya'dı. Qızın adı nə idi? Kızın adı güzel olmalıydı. Düzdür. Qızın da adı. Səhv eləmirəmsə. Düzdür. Yo, düz deyirsən. Zoya Hamletin qaynanası, gözəl isə həyat yoldaşı olur. O gözəl ki 15 gün Hamletlə birlikdə yaşayır. Bir deməli gəl pəhlivan. Deməli gəlib toy eləyirlər. Kampaniya olur, düzdürmü? Toy kampanyayla bir. Hədə qardaş, əvvəllər. Aysır'da. Əvvəllər belə sən deyən özdə 92-ci ildə müharibənin o Ay, qızğın sağ ol. vaxtında cəmaət toyzat haqqında düşünmür. Düz. Yığıncaq eləyirlər. Yığıncaq Bəli. Aysır abi. Bir yığıncaq olur. O yığıncaq gözəlli olur, Hamlet gözəli alır. 15 gündən sonra qadın atılır qapı dışına. Belədir. Pəhlivan xəbərin oldu da. Hə, indi gəldin deyim sənə. Muradın doğum haqqında şəhadətnaməsi 20 aprel 1995-ci ildə İmişli rayon uşaq xəstəxanasının verdiyi kağız əsasında alınır. Hə. Mikrofon. 92-ci ildə olan uşağı, tapılan uşağı, bunların dediyinə görə necə 95-də onu doğum kağızı alırlar? Alıblar. Və saxta. Niyə? Çünki uşaq harda doğulmuşdu? Ağdam rayonu Mağrızlı kəndində. Bəli. Neysə, indi keçək digər tərəf. Hamlet buradadır mı? Bəli, bu da. Zoyanı Azərbaycana gətirib. Onun gözəl adlı qızıyla ailə quran Muradın əmisi, Mobilin qardaşı Hamlet studiyamızdadır əziz tamaşaçılar və qeyd edeyim ki, Zoya qızıyla o qapıdan qovulanda bir söz deyir. Sizi canınızdan yandıracağım. Və nəzərə alaq ki, Murad İmişli rayon polis idarəsinin qarşısına bir qadın tərəfindən atılıb. Doğrudurmu? Yalan, gerçək, bu bizim araşdırmamızdır. Necə ki, gedib hər şeyi çıxarırıq, bu da çıxaracaq. Hətta bir də gördünüz ki, Zoya studiyaya gəldi, hər şey baş verə bilər. Hətta bir də gördünüz ki, gözəl Hamletdən olan bir qızla girdi studiyaya. Uşaqla girdi studiyaya. Dedi ki, mən gedərkən hamiləydim. İndi sənin uşağındır, gətirmişəm. Ver bu illər ərzindəki alimenti. Ver evimi, ver eşiyimi. Ay Mobil. Gəlsin Hamlet. Dəhşət. Anar qalx. Hamlet Bey, mikrofonu götürün. Qaynananız necədir? Qaynananın Allah şəfa versin. sağlamlığı yaxşıdır. Şükür, Çox salamat. şükür. Çox Allah heç kəsi xəstə eləməz. Amin, amin. Yastığı yüngül olsun. Sağ olun, çox sağ Allah olun. şəfa Çox sağ olun. Həqiqətən, bravo, həqiqətən. Qalıb kürəkən. Oğullar ana atır. Qaynanaya. Belə kürəkəni mən alqışlayıram. Qaynanaya görə Bravo.
Gəlmir. Əksən, Çox sağ ol. analar ananızdır. İstər qız tərəf, istər oğlan tərəf. Analar müqəddəsdir. Allahdan Bəli, sonra bəli, bəli. müqəddəs varlıqlardır valideynlər. Onlara sevgi və sayğı ilə yanaşacaq. Allah bizi onların üstünə nə isə eləməz. Nə sizi onların üstünə, Nə nə onları. onları sizin üstünüzə. Qoy bütün ailələrdə böyüklərimiz olsun. Amin. Böyük olan yerdə ruzi var, bərəkət var. Sağlıq var, gözəllik var. Hamlet, Bəli, eşidirim. bu gözəli çirkin elədin sən. Niyə? 15 gün sonra bir qızın həyatını məhv etdin. Yox. Zoya, qapıdan çıxarkən dediyi söz var, ağlayaraq. Kimə deyim? Mənim balama vurduğunuz bu zərbə ki var, sizin canınızdan alacağım qisasını. Kimə deyib onu? Quşlar dedilər. Xoşqədəm xanım, 92-ci il idi. Hə. Siz özünüz də yaxşı bilirsiniz. Hər şeyi. Yəni müharibə zonası idi. Bəli. Onlar qayıtdılar, getdilər. Mənə da dedilər, gedək, mən də getmədim. Niyə? Atam, anam, kimi qoca nənəm. Yox, sizin getməməyiniz doğrudur. Bəli. Qarabağda savaş gedir. Bəli, bəli. Atanı, ananı güllənin altında qoyub getmək heç kişilikdən deyil. Bəli, bəli. Bir kişi kimi doğru eləmisən. Bəli. Amma mən inanmıram sizi sevən gözəl sizi orada tək qoyub gedərdi. Gəl açıqlamış. Gözəl getmək istəmirdi Hamlet. Yox, yox. Getmək istəyirdi. Bəli, Bir saniyə, Hə. xahiş. Getmək istəyirdi. bəli. Birdən qapı açılsa, gözəl içəri daxil olsa, yanında da bir qız uşağı gözəl özü kimi. Mən nə də bilirəm. Hə? Bəli, gəlsin. 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 Və bütün olanları açıqlasa, Çıxmasın. Mən olanı deyirəm. 33 ilin əzabını, cavabını tələb etsə, Mən analiz verə bilirlər, deyil. DNK, Bəli, analiz tələb eləyirsiniz. bəli, qəbul edərəm əgər uşaq mənimsə. Sizə sual verirəm. Bəli, Zoya Muradı qaçıracaq addımı ata bilər? xeyr, Yox. xeyr. Siz neçə gündür baxırsınız da efirə. Bəli, bəli, mən hər Burada gün... danışılanları eşidirsiniz. Bəli, bəli. Çünki biz mərhələ-mərhələ gedirik, amma o mərhələnin ikinci mərhələsində uşağın polis idarəsinin önünə bir qadın tərəfindən qoyulduğu. Zoya içirdi. İçirdi. Bəli. İçki içmirdi Zoya. Yox, görməmişəm. Xeyr. Ah, Xeyr, xeyr, xeyr. Yox, Bəli. xeyr, xeyr, xeyr. Zoya heç içki də Yox, içmirdi. mən görməmişəm. Yəni görməmişəm. Yəni mən belə necə yəni görməmişəm. Görməmişəm. Həmən qadın içkili olubdu. Polis idarəsinin önündə. Hayf almaq üçün götürüb qəşəng Ona aparıb. görə sual verirəm. Zoya içki içirdi ya yox? Mən görməmişəm. Hamlet Bey, sizə bir şey deyim. Bəli, Mən eşit. sizdən bir dənə rica edəcəm. Sonra qısa bir araya çıxıb təkrar davam Bəli. edəcəyik. Gəlin belə bir şey eləyək. Murad, mən necə ki deyirəm, Muradın məsələsi mənim namus və şərəf məsələmdir. Bu həm də sizin namus və Bəli, şərəf bəli, məsələniz. Mən kənar bir adamam. Mənim marağım nə siz, nə də o tərəf. Mənim marağım uşağın marağı olub. Hər zaman qadın marağı olub, uşaq marağı olub. Bəli, bəli. Bu cür uşaqları qaçıranlara cəza verilməsidir mənim marağım. Bəli. Onları yoxa çıxardan tərəfləri tapıb çıxarmaqdır ki, gələcəkdə və elə indi Murad kimi uşaqların həyatı qara almasın. Bəli, bəli. Sizdən rica edirəm, gəlin bir şərti şumda kəsək ki, xırmanda yaralaşmayaq.
Biz bir-birimizə qarşı səmimi olacağıq. Mən istəmirəm ki, sizin burada yalanını çıxarın. Mənə lazım mən deyil. yalan danışmıram. Ona görə rica edirəm. Bəlkə xatırlamırsınız. Yox, mən Xatırladığınız nə varsa, mənim verəcəyim sualların arxasında mütləq cavab var. Bunu bəri başdan deyirəm. Mən sizə bir sual verirəmsə, ver, bəli. bilin ki, onun arxasında cavab var ki, o sualı vermişəm. Bəli. Mən cavabsız suallar vermirəm. Bəli. Oldu? Qısa bir aradan sonra davam edəcəyik. Kanalı dəyişməyin.